Hafta içi 5 gün efirde, o yine sizinle. Hem maraq hem de heyecan var onun özünde. En farklı kanalımız NTV'de. Her şey farklı olacak tarihin bir gününde. Tarz Mebel evinin xüsusi sponsorluğu, Miopiya və Lazer Mərkəzinin rəhbəri, oftalmoloq Günay Əliyeva, nevroloq Yeganə Rəşidova, terapevt hepatoloq Həvva Bayramova, Aid Qrup Xaricdə Təhsil Mərkəzi, Ləzzət Kulinariya evinin sponsorluğu ilə tarixin bir günü başladı. Yağış yağır güle güle gözüme, ürək baxmır dilimdə yan sözümə. Yoruluram danışmaqdan özümə, sənli günlərim üçün çox darıxmışam. Yağış yağır güle güle gözüme, ürək baxmır dilimdə yan sözümə. Yoruluram danışmaktan özüme, senli günlerim için çok darıxmışam. Sandım xoşbəxt özümü, kör etdim mən gözümü. Kimsem yok söylemeye dertlerimin sözümü. Sandım xoşbəxt özümü, kör etdim mən gözümü. Kimsem yok söylemeye dertlerimin sözümü. Ben bunlara yazı gibi bakmışam, gerçekleri yuxu bilip yozmuşam. Odlanmışam, od yerine, çağlamışam sel yerine. Senli günlerim için çok darıxmışam. Ben bunlara yazı gibi bakmışam, gerçekleri yuxu bilip yozmuşam. Odlanmışam, od yerine, çağlamışam sel yerine. Senli günlerim için çok darıxmışam. Bəli, elə insanlar var ki, onlar bu dünyadan keçəndən sonra özləri cismən bu dünyada olmasalar, amma onların ruhları hər zaman insanların əhatəsində olur. Çünki bugün doğrudan da Azərbaycan mədəniyyətinin və incəsənətinə adını qızıl hərflərlə yazdıran Azərbaycanın və Dağıstanın xalq artisti, şərəf şöhrət ordenli xanım İlhamə Quliyevaya həsr edəcəyik və bu verilişin yaranmasına görə mən dostumuz, illərlə İlhamə xanıma dostluq edən və onun demək olar ki, ən gözəl kliplərində onun da dəsti xətti olan Nail Naiboğluya təşəkkür edirəm ki, bu yaxınlarda opera səhnəsində, studiyasında İlhamə xanımın yaradıcılıq gününə həsr olunan bir proqram keçirildi və gənc ifaçılarımız, istedadlı gənc ifaçılarımız o konsertdə İlhamə xanımın möhürünü vurmuş mahnıları ifa elədilər. Amma əfsuslar olsun ki, konsertdə olan əməkdar artistlərindən, xalq artistlərindən olan qonaqları dəvət edə bilmədik. Burada deyirlər ki, İlhamə xanım, yerin yaman bəllidir. Çünki sən olduğun yer doğrudan da onlar üçün şərəf idi ki, onlar ora gəlsinlər. Və mən düşünürəm ki, bugün hər kəs deyir ki, o biraz ev dilində deyimdə Gülbahar xanım, ay İlhamə, yerin bəllidir. Valla, sən olanda heç belə qalmaqallar olmurdu. Heç belə söz-söhbətlər olmurdu. Doğrudan da mədəniyyətimizin, musiqimizin keşiyində duran birinci bayraqlardan biri idi. Və Nail, xoş gəlmişsən. Təşəkkür edirəm. Neçə il İlhamə xanımla dostluğunuz var? 2005-ci ildə ilk klipimi çəkdim Ağla mahnısına İlhamə xanımın, müəllifi xanım İsmail qızı. Və indiyə qədər yadımdadır ki, İlhamə xanım dedi ki, İlhamə xanıma qədər bir neçə müğənniyə
təklif eləmişdim ki, mən klip çəkmək istəyirəm, rejissorluq eləmək istəyirəm. Hələ bir söz demişdi və İlhama xanıma deyəndə düzü 3 ay gözlətdi məni sənətkar və 3 ayı İlhama xanımın səhəri, gün ortası, axşamı mənim telefon zəngimlə belə keçirdi. Və sonda deyir ki, bax, klip çəkirsən, əgər klipi bəyənməsəm, sən o dəqiqə siləcəksən. Ağlanı çəkdi, gəldi, baxdı və ilk sözü oldu. Mənim yanımda Yığda Ağadaş Ağayevi qayıtdı ki, mənə klip çəkib Nail Naiboğlu mənim rejissorum. Gələn həftədə sənə klip çəkər. Və o zamandan başladıq dostluğa. 18 işimiz olub təxminən İlhama xanımla. Qısa kəsəcəyim, çünki bugün qonaqlarımız o qədər çoxdur ki, və burada İlhama xanımın bacısı, onun hüquqi varisi və mən təşəkkür edirəm Gülbahar xanıma. Gülbahar xanım, xoş gəlmişsiniz. Çox sağ olun. Nə yaxşı ki, İlhamə Quliyeva Azərbaycanlı kimi doğuldu. Allah İlhamə xanıma da, atasına da, anasına da qəni-qəni rəhmət eləsin. Bu ailə doğrudan da mədəniyyətin aşıqı idilər və sənətkar ailəsi demək olardı buna. İlhaməni heç yuxularda görürsünüzmü? Bilirsiniz, Tarık bəy, mən efir adamı deyiləm, amma bir gün sizin dəvətinizi qəbul elədim. Təşəkkürümü bildirirəm. Və mənim sizdən çox böyük xahişim var. Bəli. Mən bu xahişi istəyirəm, o aid eləyən bütün efirlərimizə. Onu birazdan eləyə bilərik Gülbahar xanım. Bilirsiniz niyə? Çünki gənclərimiz mahnıları oxuyublar. Gəlin birinci ilə İlhamə Quliyevanın ən sevilən ifalarından biri olan Neylərsən, mənə görə neylərsən, yeni nəfəs verib istedadlı gəncimiz Rəvan Qaçayevin ifasında olacaq. Neylərsən, mənə görə neylərsən. Buyursun Rəvan. Ürəyimi sənə açsam, dərdlərimi sənə danışsam, neylərsən mənə görən, neylərsən? Ürəyimi sənə açsam, dərdlərimi sənə danışsam, neylərsən mənə görən, neylərsən? Yarama məlhəm istəsəm, səndən imdad diləsəm, neylərsən mənə görən, neylərsən? Yarama məlhəm istəsəm, səndən imdad diləsəm, neylərsən mənə görən, neylərsən? Sənsiz ölərəm desəm, sənə səninəm desəm, səni sevirəm desəm, neylərsən mənə görən, neylərsən? Sənsiz ölərəm desəm, sənə səninəm desəm, səni sevirəm desəm, neylərsən mənə görən, yarama məlhəm istəsəm, səndən imdad diləsəm, neylərsən mənə görən, neylərsən? Yarama məlhəm istəsəm, səndən imdad diləsəm, neylərsən mənə görən, neylərsən?
Qarşını kəsib ağlasan, qapını döyüb yalvarsan, neylərsən mənə görən, neylərsən? Qarşını kəsib ağlasan, qapını döyüb yalvarsan, neylərsən mənə görən, neylərsən? Yarama məlhəm istəsəm, səndən imdad diləsəm, neylərsən mənə görən, neylərsən? Yarama məlhəm istəsəm, səndən imdad diləsəm, neylərsən mənə görən, neylərsən? Sənsiz ölərəm desəm, sənə səninəm desəm, səni sevirəm desəm, neylərsən mənə görən, neylərsən? Sensiz ölərəm desəm, sənə səninəm desəm, səni sevirəm desəm, neylərsən mənə görən, neylərsən? Yarama məlhəm istəsəm, səndən imdad diləsəm, neylərsən mənə görən, neylərsən? Yarama məlhəm istəsəm, səndən imdad diləsəm, neylərsən mənə görən, neylərsən? Neylərsən mənə görən, neylərsən? Teşekkür ederim bu ifaya Çox görə. sağ olun, Mən Tarık bilirəm bəy. ki, İlhamə xanım sağ olsaydı sənin bu ifavı bəyənərdi. Çünki özünə məxsus və sağ olsun ki, Nail hər müğənninin öz səsinə layiq bir mahnılar seçib. Söz bəstəkar. Faiq Şücətdinov, Nuridə Atəş. Salamlayırıq buradan Ateşi Faiq bəli. müəllimi. Faiq müəllimin yazdığı əsərlər demək olar və ən əsas da ki, kaman bilirsiniz ki, demək olar ki, hər zaman xalqımızın dillər əzbəri olan əsərlərdəndir. İlhamə xanımla həyatda rastlaşmısınız? Həyatda xeyr, rastlaşmamışam. Amma onun ifalarını dinləyərək belə deyib Və mən sizə böyümüşüm. təşəkkür ederim ki, bu zövqə maliksiniz ki, bu Çox sağ mahnıları olun. ürəkdən oxuyursunuz. Çox Təşəkkür təşəkkür edirəm edirəm, çox sağ gəldiyinizə olun. görə. Var olun, Sağ olun, çox minnətdaram. sağ olun. Gülbahar xanım, bu haqda danışmışıq, hətta sizinlə ARB telekanalında üzə verilişində. Mənə zəng vuranda ki, gəl İlhamə xanım haqqında danış, özümə tərəddüd elədim. Dedim, o vaxtda Cavanşir müəllim sağ idi və bir çoxları, dedim, onlar danışsın, amma ailəyə məni yaxın gördülər. Amma İlhamə necə bacı idi? Çox gözəl bacı idi. Yaxşı, yəni bizə həmişə böyük kimi biz ondan Həm bacı iradədir də sizdə. İradədir. İradəni çox istəyirdi indi istəməsin Bəli. və mən salamlayıram buradan İradə xanımı, o evladlarını, dostlarını, bizi. Hətta bizim Kama dostumuz da var, qardaşı qızı sayılır da Kama Bəli. düzdür. İlhamə Quliyeva insanların gözünə tam başqa idi. Bəs sizin gözünüzdə o necədir? Bax, yuxuda görürsünüz, bayaq dedim, demədiniz. Heç olmasa həm söhbət olursunuzmu o ilə? bizdə elə gün olmur ki, biz İlhamə xanımı yada salmayaq. Yəni çox görürük də ətrafda haqsızlıqları İmkan vermirlər də, o dünyada da imkan vermirlər rahat yatsın. qoymurlar Tarık bəy, qoymurlar rahat rəhmətə gedən insan rahat yerində uyusun da. Mən bu gün gəlməyimin də məqsədinin elə yəni o idi ki, mən onun qanuni varisiyəm. Bilirəm. Mən onun bacısıyam. Qaldı Yuxuda görmək. Bax, son dəfə görmüşsünüz, necə görmüşsünüz onu yuxuda? yəni o bugünkü gündə mən elə başa düşürəm ki, o bizdən gözləyir Bəli. ki, biz onu
müdafiə eləyək. Mən edirəm onu müdafiə. Bəli. Mən 2001-ci ildə Almaniyada keçirilən Dünya Azərbaycanlılar Konqresində rəhmətli Qənirə xanım Paşayev və İlhamə xanım, onda Xoşgədəm Hidayət qızı 3 nöqtə qəzetinin baş redaktoru idi, Tünzalə xanım, Tənzilə xanım Rüstəmxanlı. Bax, mən 2001-ci ilin əvvəllərindən İlhamə Quliyeva ilə tanış oldum və 2002-ci ilin yanvar ayına yaxın vaxtı Azərbaycana gəldim və o gündən mən show biznesə qatıldım və mən özümü İlhamə Quliyeva bir dost bilirəm, ölsə də ona özümü dost bilirəm və hər kəs bilsin ki, İlhamə Quliyevanın, bəlkə sizdən kimsə bugün qorxar statuslarınızdan, nə bilim adlarınızdan filan, amma mənim heç kimdən qorxacağım yoxdur, Allahdan başqa. İlhamə Quliyeva haqqında danışdığınız hər bir iftira cavabını alacaq, özüm də verirəm, bilirsiniz bunu. Bu efirdə də olmasa, sosial şəbəkədə alırsınız. Amma demək istəyirəm ki, cəsarətiniz var idi. İlhamə Quliyeva sağ olanda onun haqqında bu fikirləri bildirəydiniz. Və o televiziyalara sizi bəhbəhlə dəvət edən aparıcılar o vaxt İlhamə Quliyevanın bir himninə bələd idilər. İllərlə sizi efirə çağırmırlar. Bunları yaddan çıxartmayın, bunlar bizim yadımızdadır. Ki siz o efirlərə həsrət aparırdınız. İlhamə Quliyevalara demirdi ki, çağırmam. Onlar İlhamə Quliyevanı sizdən dəyərli sayırdı deyə sizləri heç yerdə də salmırdılar. Ona görə mən istəyirəm, vaxtı çox uzatmadan səninlə də birazdan danışacağıq. Bizim doğrudan da bayaq adını çəkdim, Faiq Sücətdinovun əsərlərindən biri olan və bizim gözəlimiz və doğrudan Rəvanə xanım çox peşəkar ifaçıdır, gözəl səsə malikdir. Mən Elnur Məmmədovla bir yerdə onun Leyli Məcnununda olmuşam və Rəvanə xanım orada Leyli obrazını o qədər gözəl Akademik Opera Balet Teatrında icra edib ki, mən ondan sonra demişim, inşallah təmirdən sonra yenə də gedəcəyim. Buyursun, Rəvanə Əmiraslanlı kaman deyəcək sizlər üçün İlhamə xanımın həsr olunmuş günündə. Buyursun.
Rəvanə, təşəkkür edirəm bu gözəl ifaya görə. Bilirsən, mahnını ifa eləmək olar kiminsə xətrinə, amma mahnını yaşamaq hər insana, bu mahnını İlhamə Quliyeva o qədər möhrünü vurub ki, bütün mahnılarına demək olar. Amma hətta İlhamə Quliyevanın bir mahnısı var idi, çox müzakirəli mahnı idi ki, yaşın nə fərqi var. Amma yenə də ondan sonra mahnılar çox oxudu. Səməd Səmədov da oxudu ki, hər yaşın öz gözəlliyi var, amma onun yerini vermədi də. Və təşəkkür edirəm sənə ki, bax, bu mahnını ürəkdən oxumusan. Onsuz sənin sənət və xalqımız bəllidir, bilir sənətivi. Təşəkkür edirik. Mən təşəkkür edirəm Tarix bəy, salamlayıram sizləri, dəyərli Nail müəllimi, Gülbahar xanım və bizi izləyən tamaşaçılarımızı. Sizə çox təşəkkür edirəm ki, belə gözəl sənətkarımıza, mərhum sənətkarımıza veriliş həsr eləmişsiniz və Nail müəllimə böyük təşəkkür ki, mərhum sənətkarımızın xatirəsini hər zaman yaşadır. Çox doğru vurğuladınız ki, İlhamə xanım oxuduğu bütün mahnıların möhrün vurub və mən də Allah rəhmət eləsin, elə sənətkarımızın ruhuna ithafən oxumuşam ki, repertuarımda belə gözəl mahnılar olsun. Təşəkkür edirik. Var ol gəldiyinə görə, ayaqların dərd görməsin. Nail, İlhamə Quliyeva başqa müğənnilərdən ona görə seçilirdi ki, İlhamə Quliyeva ölümündən 3 gün öncə də əlinə mikrofon alıb canlı oxuyacaq insandır. Mən mükafat almışdım və böyük bir tədbir keçirmişdim. Həmin tədbirdə iştirak eləyirdi. Bəli. Həmin İlhamə tədbirdə xanım iştirak ora öz maşını ilə yox, onun ağ Xammeri var idi, balaca maşından gəldi. Orada belə onun son videoları göstərirlər. O Natəvan Həbibi, Zülfiyə xanım Xanbabayeva, Nərgiz xanım Cəlilov orada idi. Hamısı İlhamə xanım orada əlinə mikrofon alıb oxuya biləcək insanda. Niyə məhz İlhamə Quliyevaya həsr eləmək istədim bu verilişi? Deyim. Yəni bu verilişi deyəndə o layihəni. Həmin deyim. Çünki mən özümə bir borc bildim ki, zamanında İlhamə xanım mənə dəstək olub və heç bir müğənni, belə deyək, rejissor kimi mənə qəbul eləməyəndə İlhamə xanım qəbul eləmişdi və ilk işim İlhamə xanımla olmuşdu rejissor kimi. Və ona görə də özümə bir mənəvi borc bildim, bir vəfa borcu bildim ki, İlhamə xanıma bu layihəni həsr eləmək və onun xatirə gecəsini keçirmək. Və niyə tolik gənc müğənnilər oldu həmin layihədə, mahnıları gənclər oxudu? Çünki mən bir neçə məşhur ifaçıya təklif elədim ki, belə bir fikrim var. Hələ bir bəhanə ilə gələ bilmərik dedilər. O yüzdən qərarı aldım ki, qoy elə bütün mahnıları gənclər oxusun və 2 ay ərzində o mahnılar yenidən yazıldı. İlhamə xanımın ən sevilən mahnıları və bugün mən təşəkkürümü bildirirəm sizə ki, Tolik, mən bugün İlhamə xanımın yeganə varisi ilə üz-üzə oturmuşam. Əslində, sən mənə zəng vurub soruşdun ki, Gülbahar xanımın nömrəsini verdi, amma sən İlhamə xanımın obursu bacısı ilə danışmışsan və obursu bacısı tədbirə gəlmədiyinə görə Gülbahar xanım düşündü ki, o dəvət olunmayıb, amma deyir, mən haqqı deməliyəm, məndən şəxsən nömrəvizi Nail istəyib. Yəni, orada bir anlaşılmamazlıq baş vermişdi deyə, çünki ailə üzvlərindən birinə öncədən təklif eləmişdim və o da söyləmişdi ki, gəlib iştirak eləyərik. İnşallah ki, bugün bu səhvimi belə deyək deyil. Yox, səhv deməyək buna. Yox. Əslində, sən çox sağ ol ki, bunu eləmirsən. Bu günləri televiziyalarımız çox qalmaqala meyilli olduğuna görə, bax, mən bu günləri bu verilişi eləmək istədim. Bu, mənim üçün çox fəxr edici bir veriliş olacaq. Və təşəkkürümü bildirirəm sizə ki, siz elədiniz bu verilişi. Sənə təşəkkürümü mən bildirirəm. Çünki bu dostlarımızın, gənc ifaçıların bura gəlməyində, onların mahnıları studiyada oxumayla sənin böyük əziyyətin var. Hə, mən onu sənsiz də onları dəvət edə bilərdim. Amma haqqıva girmiş olardım. Amma biz bugün nə görürük? Biz bugün görürük ki, İlhamə Quliyeva həyatda yoxdur. İlhamə Quliyevanın illərlə danışmadığı insanlar var ki, onlar haqqında onlara İlhamə Quliyeva haqqında sual verirlər və onlar təzə vaxtı İlhamə Quliyevanı bağışlamışdılar da. İlhamə Quliyeva, Allah İlhamə Quliyevanı bağışlaması var. Mən yenə də deyirəm, mən öləndən sonra mənim haqqımda nə istəyirsiniz danışa bilərsiniz. Mənim umurumda deyil. Əsas odur ki, mən sağlığımda mənə cəsarət edib üzümə deyə bilməyəcəyiniz sözləri. Mən öləndən sonra hamınız çıxın bu efirlərə deyin ki, Tolikdən pis insan yox idi. Amma fakt mənim varlığımda siz mənə söz deyə biləcək statusuzdan asılı olmayaraq insanlar deyirsiniz. Və mən bu xanıma sadiq bir dostam. Bu ölüb, amma bu bəziləri kimi dövlətinə, dövlətçiliyinə, xalqına hər zaman sədaqəti ilə sevilə də bilər, sevilməyə də bilər.
heç vaxt ikiyüzlü olmadı, heç vaxt dediyini danmadı, kiminlə düşman idisə, ürəyi yumuşaqlığından bəli, mənə heç yadımdan çıxmaz. Ölümündən bir il qabaq biz oturmuşduq bir restoranların birində. Mənə dedi ki, mən Nasbəri Dostəliyeva ilə tanışmaq istəyirəm. Faiq Ələkbərli yanımdaydı, mən yığdım Nasbəri xanıma. Nasbəri xanım da İlhamə xanımla danışdı. Adamın Allahı var, böyük kiçiyə hörmət eləyib danışıb. Amma dedi ki, Tolik, buna bir zaman lazımdır ki, biz barışıb. Çünki orada məhkəməli bir proses var idi. Amma bu günləri bir çox ifaçılar çıxıb İlhamə Quliyeva haqqında fikir bildirirsiniz. Bir oturun bir televiziya qarşısında ya da özünüzün fikirləşin ki, mən də sənətkar ola bilərəm, mən də sənətçi ola bilərəm. İlhamə Quliyeva kimi yeri boş qaldı. Baxın, bugün heç kim öz məsuliyyətini çıxıb deyə bilməz ki, İlhamənin yerində mənəm, onu birinci mən oturturaram yerinə. Çünki İlhamə Quliyeva'yı əvəz edən insan olmadı bu camidə. 8-ci ilə keçir ki, İlhamə xanım dünyasını dəyişib. Heç kim bu camiada onun kimi hökmranlıq eləyə bilmir. Bunu açıq aydın deyirəm. Ad gün eləyirdi, deyirdi bizə karnaval giyinin. Xalq artisti Aygün xanımdan tutmuş, hər kəs gedirdi özünə paltar axtarırdı. Mən Ruhi xanımdan Türkiyədə geyim axtarırdıq ki, nə giyinək? Ruhi xanım orada şahzadə paltarı aldı. Kim bugün ad gün eləyə bilər, mənə deyə bilər ki, karnavalini giyin, gəlginən? İlhamə Quliyevanın ad gününə, oğlunun toyuna, onun şərəf orzunu aldığı məclisə düşmək üçün mənə müğənnilər yalvarırdılar ki, adımızı Tolik o siyahıya sal da. İndi çıxıblar deyir, biz İlhamə Quliyevadan çəkinmirdik ki. Adici Space kanalında ad günü eləyirdi. Qapıda dayanırdı ki, üzü almışam, bir dənə gəlim ona verin, bir dənə mənə orada nəsə bir atdan versin də, nə bilim, nəsə bir versin də. İndi amma nə asandır sizə İlhamə Quliyeva, İlhamənin Allahın bağışlamadığını hardan bilirsiniz ki? Hardan bilirsiniz də? Allah biz kimləri bağışlamır da? Əsas ki, İlhamə Quliyeva ola bilər ki, kimlərinsə vaxtında yolunu kəsib. Amma heç vaxt yetimin çörəyinə bahis olmayıb. İndi qardaşı qardaşa qırdırmayıb. Yəni İlhamə Quliyeva ən azından sənəti ilə Tükazban kimi sənətkarın evladı olub o. Ona görə də gəlin bəzən televiziya aparıcılarımız bu günləri əslində bizim günümüzdür. Əgər Könül xanım bura yazdı, verdisə mənə yazıb da vermədi. Könül xanım, sizin də yaddaşınızda problem var, sizi də həkimə göndərmək məcburiyyətində qalacağım. Bayaq nə dedim, yaz gətir, mənə nə yazıb gətirdin? Gülbahar xanım, çünki hər şey özlərimdədir, mən də belə yük daşıyıram. Bir dəqiqə bundan qabaq dediyim şey, dedim yaz gətir, onu yazmadı, öz bildiyini yazdı, gətirdi. Bilmirəm də, bugün siz İlhamə Quliyevanın hüquqi varisisiz. Bəli. Əlimir Əliyev, obırsılar çıxdılar, dedilər ki, ay, mən məsəl üçün Əlimir Əliyev hörmətim var, amma heç bir, nə Orxanın toyunda, nə İlhamənin ad almasında mən Əlimir Əliyevi görmədim. Heç qızını da görmədim, gördünüz siz orada. Mən ailə özümü görmədim. İlhamə Quliyeva qəbul eləmirdi o adamı. Amma o öləndən sonra Əlimir Əliyev çıxdı, dedi ki, ay, o mənə ağsaqqal bilirdi və Əlimir Əliyev güya ki, demişdi ki, İlhamə Quliyevaya ki, Flora səndən yaxşı oxuyur. Flora Kərimova sənətkardır. Flora Kərimovanın sənətinə heç kimin sözü ola bilməz. Hətta Flora xanımın doğma qızı İlhamə xanımın fanatıdır, bilirsiniz onu. Əlimir Əliyev yox, bu külliyyatda heç kim İlhamiyə deyə bilməzdir ki, səndən yaxşı kimsə oxuyur. Deyə bilərdi bəlkə mi, dalıcan. Amma bugün bəzi aparıcılar öz ucuz PR-larını düşünərək İlhamə Quliyevanı hər dəfə dilə gətirirlər və sizinlə biz tez-tez danışırıq. Siz bundan narahat olursunuz, sözün əsl mənasında. Bəli. Nə qərara gəlmişsiniz ki, bu günləri televiziyalar, bəli, mənim üçün verişlər eləyə bilərlər. Sənətkar haqqında gözəl bir veriliş hazırlaya bilərlər. Nə sizi narahat edir və nəyə qadağa qoymaq istəyirsiniz? Bilirsiniz, mən elə hesab eləyirəm. İlhamə xanım çox böyük sənətkar olub. İlhamə xanımın çox böyük sənəti var, özündən sonra qoyub gedən sənəti. Və kim İlhamə xanımın sənətindən danışırlar, nə xoş bizə. Onun üçün yaradıcılıq gecələri eləyirlər, lap yaxşı. Amma o sonradan gəlib belə
səviyyəsiz söhbətlər eləyirlər. Nə bilim, valla, bilirsiniz, Tarık bəy, mənim bu gün bura gəlməyimin də çoxsa elə məqsədi o idi ki, mən sizin efirdən öz sözümü deyə bilim. Mən çox xahiş edirəm və bugündən sonra tələb eləyirəm. Heç kəs bundan sonra İlhamə xanımın negativ söhbətlərin yığışdırsınlar. Sənətindən danışılır lap yaxşı. Gözəlliyindən baxsınlar, o gözəllikdə, o yaşda, o gözəllikdə xanım hələ öz gözəlliyində getdi. Ondan danışsınlar. İlhamə xanımın xarakteri də çox gözəl insanı idi o. Kini yox idi, indi sərt idi, o bilirdi kimə qarşı sərt idi. İndi rəhmətə gedib, insan yoxdur, ölü dalıca danışmaq günahdır, özü böyük günahdır. Amma mən çox xahiş edirəm, əgər bundan sonra bir də, mən yenə də mənim vəkilim var, mən məhkəməyə müraciət edəcəm və tələb eləyirəm. Heç bir kanal bundan sonra İlhamə xanımı müzakirəyə qoymasın. Yəni buna qadağa qoyursunuz rəsmi olaraq. Mən bildiyimə görə Gülbahar xanım vəkillərinə də müraciət edib və bu yaxınlarda bütün televiziyalara məktublar ünvanlanacaq ki, İlhamə Quliyevanın ən əsas da danışmadığı şəxslər özlərinə bunu rəva bilib İlhamə Quliyeva haqqında danışıb da Instagramda, TikTokda gündəmə gəlməklərini, elə bil özlərinin 15-16 yaşı var. Bunu düşünərək və xalqın da etirazını orada görürlər yazılarla ki, ayıbdır, ölü dalıcan danışmazlar. Bunu bilərəkdən özlərinə yenə də xalq qazanırlar. Çünki İlhamə Quliyeva sağlığında elə bir ürəklərində onların xalq qoyub ki, o xalı çıxarda bilmirlər. Nə ilə də silsələr getmir və təsəlli bundan tapırlar və mən özüm də şəxsən dünən vəkillərlə danışmışam. Gülbahar xanıma dəstək olacağım ki, televiziyalarda İlhamə Quliyeva haqqında aparıcıların verdiyi kinayəli cavablar, fikirlər və onların həm söhbətlərinin verdiyi o cəsarətsiz, yəni sağ olanda cəsarət edib bilmədiyi söhbətlər kanallardan yığışsın. Necə ki, vaxtında bunu Nasbəri xanım Dostəliyeva bir kanala qoymuşdu və mən dünən vəkillərdən soruşdum ki, bəli, məhz Gülbahar xanım Quliyevanın buna ixtiyarı çatır və bundan sonra kimsə İlhamə Quliyeva haqqında ağzına gələni efirdə danışsa, həmən kanal və həmən insan aparıcı məhkəmə qarşısında cavab verəcək və bir neçə gündən sonra mən özüm bunu sizdən götürəcəyəm məhkəmənin qərarını və bütün televiziyalara və bütün mediaya yayacağım. Gəlin biz İlhamə xanımın repertuarında olan gözəl mahnılardan birində gənc ifaçımız Qaragiləni oxuyub, sözləri Suna xanım Vəliyevaya, bəstəkarı Elza xanım İbrahimovaya aid olan, bəli, burada yazıb Neyl oxuyur Qaragilə, sözlər Suna Vəliyeva, bəstəkar Novruz Aslan'da, mən üzr istəyirəm Novruz müəllimdən, könül sənin yeri və üzr istəyirəm. Buyursun, Neyl ifası ilə xoş gəlib, səfa gətirib. Sevgi özündən əvvəl doğulan, səni taleyimə
alışan kədərə neynim? Mən hicran danışan kədərə neynim? Puç olan ömrə, hədərə neynim? Eşkin dastan oldu ay qaragilə. Bu şəhər özgədir, qərib gəlmişik. Dolambac yollarda itib gəlmişik. Bizə qismət qəhət heç bilməmişik. Sonda duyan oldu ay qaragilə. Bu əzab ruhuma doğma müqəddəs. Ayrılıq günahsa necə yuyaq bəs. Tökmə göz yaşını sel kimi əbəs. Günah səndə oldu ay qaragilə. Bu əzab ruhuma doğma müqəddəs. Ayrılıq günahsa necə yuyaq bəs. Tökmə göz yaşını sel kimi əbəs. Günah səndə oldu ay qaragilə. Teşekkür edirəm. Yox, getməyin Nil xanım, getməyin. Əvvəla xoş gəlmişsiniz. Təşəkkür edirəm. Nail, Nil xanımı seçəndə bu mahnıya, çünki bu Qaragilə mahnısı Noruz müəllim Aslanov, İlhamə Quliyevanın yaradıcılığında böyük bir rolu var. Çünki silsilə mahnılar var ki, məhz İlhamə xanım üçün bəstələyib. Çünki və orada uğur tapıb və indi bəstəkarlarımız biraz, necə deyim, o bəstəkar deməyim, onlara gəncdirlər, onların ipinin üstünə odun yığmaq olmur. Hər gün mahnı bəstələyirlər, amma İlhamə xanımın vaxtında və bu sənətkarların vaxtlarında ildə bir mahnı olardı, iki. Çünki bəstəkara da bir, necə deyim, vəhdət gəlməli idi yazısı. Sizə bu mahnını Nail mi təklif edildi, yoxsa siz istərsiniz, məhz Qaragiləni oxuyasınız? Mən əvvəla salamlayıram hər birinizi. Mən Xanımı göstərini. özüm əslində özüm seçmişəm mahnını. Çünki əvvəldən bu mahnı çox xoşuma gəlirdi. İlhamə xanımın repertuarında demək olar ki, bütün mahnılar çox gözəldir. Bu mahnı xüsusi olaraq mənə yaxın olduğuna görə mən bu mahnını seçdim özüm və təbii ki, böyük sənətkardan sonra bu mahnını ifa etmək bu böyük bir məsuliyyətdir. Düşünürəm ki, bacardığım qədər çalışdım və düşündüyüm qədər Təşəkkür edirəm sizə, var olun, çox sağ olun, gəlmişsiniz, minnətdaram. Nail, buyurun xanım, yola salmışsınız. Nail, bax bu gəncləri seçəndə çətinliyi çəkmədimmi? Çünki bildiyimə görə Nadir Qafarzadə də mahnısını oxuyub İlhamə xanımın, Mətənət İskəndərli, Elza Seyidcahan, hətta gənclər, gənc deməyik, o qədər gənc deyilər. Məsəl üçün, Şəbnəm Tovuzlu Neylərsəm oxuyub İlhamə Quliyeva repertuarından. Amma Nail, sən çətinliyi çəkmədinmi? Çünki bu mahnılar çox məsuliyyətli bir mahnılardır ki, oxumağa. Əvvəla onu deyim ki, müəlliflərlə icazə aldıq və müəlliflərlə də məsləhətləşdik. Amma bu mahnının bu ifaçı olsun, bu mahnının bu ifaçı olsun, o baxımdan sərbəst buraxdı məni müəlliflər. Biraz çətin oldu. Hətta Unut Məni bir başqa ifaçı oxumalı idi. Kim? Oxumalı idi Mehin və Hümbətova. Bəli, Hümbətova bizim çox istədiyim bir ifaçı. Elə oldu ki, səslə bağlı problemi oldu, xəstələndi və ifa eləyə bilmədi və biz gecəyə bir gün qalmış onu başqa bir ifaçı ilə yazdıq. İlkin oxuyub onu. Bəli, İlkin oxudu. İlkinin səsi çox şaxəli səsdir və İlkin Avroviziyada Azərbaycanı təmsil etmədən öncə də biz İlkini tanıyırdıq. Amma əfsuslar olsun ki, bizdə biraz xalqımız unutqandır. Gerək kimsə qalmaqal eləsin, kimsə kiməsə çıxıb söz atsın. Misal üçün, Leylanı mən o qədər çox istəyirəm ki, özü də bilir. Leyla qalmaqaldan uzaq insandır, amma Leylanın səsi onun qalmaqalına qoymadı, onu qabağa verdi. Amma bugün biz yaxşı bir ifaçı olmaq üçün elə düşünürlər ki, çıxıb qalmaqal eləmək. Ya toyları ilə fəxr eləmək lazımdır ki, mənim 30 gün toyum var, nə olsun? Yəni ki, bu göstərici deyil. Amma mən bir şeyi vurğulamaq istəyirəm ki, yeri gəlmişəm. Mən təşəkkür edirəm Tolik sənə. Yəni, sən deyə bilərəm, çünki biz illərdir mən də onu göstərməyəm deyə sənə müraciət edirəm.
Bəlkə də başqa telekanalda və başqa bir veriliş olsaydı, başqa bir aparıcı bu qədər gənci bir araya yığmazdı. Deyərdi ki, mütləq Sən dəvət orada ulduz eləmirsən də. olsun. Və onlar məni tanıyırlar hamısı. Yox, o sən baxımdan çox sağ ol demirəm. buna. Yəni, çox sağ ol ki, bugün bir verilişdə mərhum sənətkarımız haqqındadır və bugün onun bacısı burada əyləşib Gülbahar xanım və onun qarşısına bu gəncləri sən imkan yaratdın ki, onlar da bir daha gəldilər o mahnını oxudular. Amma sən bunu mahnıları. biraz ardıcıllıq elədi. Bax, İlhamiyə xanım haqqında elədin. Məsələn, Şövkət xanımın da çox böyük, zəngin Hal-hazırda repertuarı var. mərhum sənətkarımız Misal üçün, Nəzakət Məmmədovanın Nə xatirə gözəl. gecəsinə Və mən hazırlaşdırır. səndən bir ekskluziv istəyirəm və bir söz istəyirəm ki, hər böyük tədbirindən sonra onu televiziya versiyasını gəl bizdə elə. Baş Çünki üstə. mən həmişə deyirəm ki, Nail, sən mənə illərlə tanıyırsan. Bəli. Mən qalmaqal eləmək istəsəm, mən qalmaqalı anasıyam. Mən bu camiyə gələn gündən qalmaqallar eləmişəm ki, daha bu günə qədər. Amma mən bunu niyə eləmirəm? Qoy düşsən, nə əcəb, tolik palaza bürünüb ellə sürünmür. Çünki mən istəmirəm insanlar mənə yazsın ki, bezdiyə, iğrəndi, iğrənmək sözünü bir aparıcıya yazırlarsa ki, mən iğrəndim sənin bu qalmaqallarından, deməli orada bir, məndə də olub, yalan deyə bilmərəm. Amma ki, mən düşünürəm ki, belə verilişlər daha da yadda qalacaqlar. Bəli. Çünki bu gənclər buraya gələn ifaçıları mən demək olar bir çoxunu şəxsən tanıyıram. Amma bugün belə bir sənətkarın mahnısını oxumaq və həm də bacısının qarşısında xoşunuza gəldi ifalar. Bax, bu günləri bir ifaçı çıxsa gəlsin. Misal üçün, mən çox istəyərdim ki, İlhamiyə Quliyevanın bir əsəri var. Toy, toy, toydu bugün, bizim evdə toydu bugün. Yəni, bu mahnını kimsə yeni aranjmanda oxusa, inanın ki, bugün bütün toylarda o yada düşər. Çünki bizim o qədər sənətkarlarımızın gözəl ifalı, bizə lazım deyil bu ara mahnılar, həqqəç, onun da yeri var, o da olmalıdır. Evet. Bir gün evdə aş pişirərlər, bir gün vermeşin süpü pişirərlər, bir gün nə bilim greşka pişirərlər, amma hər gün aş yoxdur da. Ona görə Gülbahar xanım, bu günləri İlhamiyə Quliyevanın repertuarına müraciət etmək üçün düzdür. Bəstəkara, şairə müraciət etmək lazımdır. Amma varis də burada rol oynayır. Çünki icazə verirsinizmi oxumağa? Amma layiqli oxumağa da dair. Əlbəttə ki, sənəti davam eləmək o çox gözəl bir şeydir. Amma oxuya bilsinlər. Yəni oxuyan, qəşəng oxuyana niyə də oxumasına yaşadırlar da sənəti. Onda gəlin oxuyanlardan birini də dəvət edeyim, hansı ki elə bayaqları adını da çəkdiyi dostumuzun və mən düşünürəm ki, ilkin doğrudan da həm xanım İsmail qızın yaradıcılıq gecəsində, yox, Leyla ilə ələ gəlməyəcək. Onları ikisini bir yerdə, mən bir saat çəkəndə hamı orada mandraja düşür, rahat olun. İlhamiyə Quliyeva da sağ olanda bir yerə gedəndə mandraja düşürdülər. Ruhun kiri bəy mənə bura çıxa bilmir. Deyir, ruh, o doğruda o ata-atın yanına bağlayanda həm rəng olmayandır, həm xəssiyyəti olur. Mən o xanımın bir sən nəyini sevirdim, Nail. Mən yaxşı şeylərdən. İlhamiyə Quliyeva heç vaxt kiməsə demirdi mənim üçün neynəsin. Təsəvvür biz bir dəfə getdik bir dövlət tədbirinə. Yolda gedirik, bölgələrdən keçirik, görürəm, böyük bir qoyunların yaylağından keçirik. İlhamiyə xanım maşında oturub belə edir əli ilə. Ay Allah, indi mən də maşını sürürəm, fikir verim. Faiqə də daldan baxıb deyirəm ki, bu nədir? Ülvi Qılınc da bu yanda oturub, Faiq yenə də qoyun görür, belə-belə eləyir. Bütün yolda üzün masaj edir. Bütün yolu elə əli üzündədir. Ay İlhamiyə xanım, nə oldu? Ya, marşini. Bu nədir İlhamiyə xanım? Soruşdum, ay İlhamiyə xanım, bu nədir də? Dedi, bu qoyunları göndü, bu ruzudur. Nə inancları var idi, inanırdı belə şeydir. Qara pişik görərdi, saxla maşını. Deyirdim, Markiz qara olsun. Markizi, ay Allah, bir dəfə Markiz itdi. O ikinci travestisini deyirlər də, orada İlhamiyə xanım. Oranda İlhamiyə xanım əleyfəli elədi ki, Markiz de ki, Markiz sağdır. O gün Elza xanımı dedi ki, Markiz ölüb. Elza hardan bilir? Yasına getmişdi. Mən bilmirəm. Markizi kimə vermişdiniz ki? Biz heç kəsə verməmişdik ki, İlhamiyə xanımın dayısı oğlu Eldar, o aparmışdı hələ o vaxtı. Eldar sizin dayınız oldu. Sizə deməyib Elza xanıma deyib ki, ölüb. Naverno o, mən elə bilirəm ki, oradan eşidib də, hardan eşidəcək. Elza xanım bu xəbəri bizə verməyib. Yəni, yəlsiz pişik deyirdi, o ev pişiydi. Bayağı o Markizin özünün də bir şey var idi. Yəni, İlhamiyə Quliyevanın o qədər də özündən razı deyirdi. Kiminləsə danışmazdı. Amma çox sadə idi. Ona deyirəm ki, mən falan kəslə danışmıram. Deyim, İlhamiyə onun münasibəti var idi, mənə görə körlanırdı.
Ay İlham abi, o bir də mənim məclislərimə gəlməyəcək. Yadına gəlir, Ki, bizə xoş olsun. Yadına gəlir klip çəkirdik. Səndən gəlmişdi Tolik. Hardaydı o? Əhmədlidən prezident haqqında, parkda. Gəldi Sözləri Cəlal Qurbanovun səhv etmirəmsə, yoxsa? Yox, Aybəniz Güllər. Aybəniz Gülər, hə. Hə, Aybəniz Vahid Gülər. Əzizin sözlərini idi. Orada heç yadımdan çıxmır. Orada gəldi. Nəsə oldu stilisti ilə Tolik arasında. İlhama xanım da belə deyir. Tolikin xəttinə burada deyən Hə, o olmaz, biraz gedirəm. deyildi. Amma heç... Gəlmişə ki, Tolik qurban olmur İlhama Yox. xanımı, saxla günə İlham xanım sənə görə də bunu eləyərdi. Kim ki ona Bəli. dost idi, Nadirə kimsə bir söz deyərdisə, o adam İlhamə Quliyev, ay Eləyib İlhamə də xanım. günlərin bir gündə bizim millət vəkili Novruz Aslan zəng vurdu ki, bir klip var, İlhama xanım bəs gəlib çəkilişə görüb ki, sən çəkmirsən onu, gedir. Zəng vurdu mənə. Mən də zəng vurdum ki, İlhama xanım nə problem var? Mən bilmirəm. Sən gəlməlisə sən məni çəkməlisən. Və mən getdim orada başqa bir rejissor çəkirdi. Məhz İlhama xanım oxuyan ümumi bir neçə ifaçılar. İlhama xanım olan səhnələri mən çəkdim, yanında oldum. Ondan sonra dedim ki, İlhama xanım mən çəkdim, mən geyirəm. Yəni o cür idi, dəyər verir. Nail, heç düzün deyirəm, mən yalan deyirəm, İlhamə xanımı yuxuda görməmişəm. Heç görmürsən yuxuda İlhamə xanımı? Bir dəfə görmüşəm. Ad günündə mi necə? Gedirsiniz heç. Misal ki, mən bu il onun ad günündə ona böyük çələng göndərdim və çələngin üstünə tac qoydum və bunu sosial şəbəkədə. Mən bu tacı niyə qoydum? Mən buradan müğənnilərə bir də bildirmək istəyirəm ki, siz o taclardan başınıza qoya bilərsiniz. Amma İlhamə kimi o tac sizə yaraşmır. O tacı daşıyanda da belə daşıyırdı. Mən ona görə onun məzarın üstünə, əkliyin üstünə tacı qoydum ki, yəni o tacın yeri boşdur. Siz özünüzdən çıxıb deyə bilərsiniz, İlhamədən sonra mənəm. Vallahi siz heç mənə bir dənə sözünüzü keçirdə bilmirsiniz. Bu boyda camiyə şou-biz necə keçirdəcəksiniz ki? Səncə İlhamə Quliyevanın yerinə gələ biləcək potensial bir varmı ki, insana belə bir... Yəni, Allah Pugaçova'ya sual verirlər. Deyirlər ki, Allah Borisovna, siz gənclərə necə dəstək olursunuz? Allah'ın bir cevabı var ki, o deyir ki, mən onlara mane olmuram. Sən təsəvvür et, Allah kimi insan kiməsə mane olsa. O nə deməkdir? Televiziyalardan yolunu kəsəcək, bütün fəaliyyəti dayanacaq da. İlhamə də elə bir sənətkarlara idi ki, o heç kimə demirdi ki, filan kəsi çağırırsansa, mən indi çıxırlar, mən o vaxtı toy eləmişdim, ora İlhamə xanımı da çağırmışdım, Flora xanımı da çağırmışdım. İlhamə xanım gəldi, Flora xanım gəlmədi. Siz o vaxtı deyəydiniz də. O vaxtı deyə bilmirsiniz, indi niyə deyirsiniz? Amma bir dənə də Tolik söz deyim. Şəxsən mən özüm şahidiyəm. Günlərin bir günü İlhamə xanımla o qədər də belə münasibətimiz belə deyək də, yəni təbii ki, sənətkar idi və biz onu görəndə yəni gəlib görüşürdük və günlərin bir gün məni gördü uzaqdan, mənə çağırdı yanım. O vaxtda bir qonşu kanalların birində bir konsert getmişdi. Flora xanım ifa eləmişdi. Flora xanımdan sonra bir gənc ifaçı çıxmışdı. Onu belə Tolik mənə etirazını bildirdi. Mənə qayıtdı ki, sən düzgün eləməmisən. Mən soruşdum, dedilər konserti sən çəkimsən. Flora Kərimova konserti bağlamalı idi. Hətta danışmadığı belə insan haqqını. Danışma indi götürüb səni məhkəməyə verərlər ki, özü boynuna alır ki, nə bilim, sən Allah. Yox, ondan sonra Flora xanımla münasibətimiz yaxşıdır. Yəni hər iki sənətkarla Allah hər kəsin canını sağ eləsin. Bilmirəm, mənim Flora xanımın sənətinə böyük hörmətim var. Mən yalan deyərəm. Çünki sənətkar insandır. Onu danmaq, mən musiqi şairəsində böyümüşəm. Anam qarmon ifaçısıdır. Allah anama can sağlığı versin. Amma bilmirəm, nədənsə mən bəzi şeylərdə insanların biraz diqqətli olmağını istəyirəm. Mən heç kimə ağıl qoya bilmərəm. Amma mən istəmirəm, bilirsiniz, pis görünür bu kənardan. Çünki bu ölüm hamı üçün var və biz indi elə bir yaşımızın ərəfəsindəyik ki, məsələn, dünən Flora xanım haqqında bir xəbər çıxmışdı ki, güya Flora xanımın vəziyyəti ağırdır, pisdir. Mən şəxsən narahat oldum bir vətəndaş kimi, insan kimi. Amma Flora xanım da o yaşda deyil, ömrü verən Allahdır. Bugün 80 yaşını atlamış bir sənətkardır. Sabah bilmək olmaz. Mən istəmirəm sabah kimlərsə çıxıb insanlar dünyasını dəyişəndən sonra pis şeylər etsin. Lazım deyil. Çünki sənətkarlar, bax, biz Zeynəb Xanarvanı həmişə arzulamışıq. Bir dəfə görmüşəm həyatda onu, bir dənə şəklim var. Amma o qədər mənim üçün əl çatmaz olduzdur ki, heç kim Flora Kərimova, İlhamə Quliyeva olmayacaq. Heç kim Zeynəb Xanarova. Görün, bir aparıcı cürət edib Zeynəb Xanarovaya deyə bilər ki, geyindiyiniz paltar neçəyədir? Ya da siz kiminləsə danışmırdınız, ha? Oyun aranız necə idi? Cürət edə bilməz. Mən də istəyirəm ki, mənim sənətkarlarım əlçatmaz olsunlar. Hər bu qalmaqala, ucuz söhbətlərə getməsinlər.
ucuz söhbətlərdir çünki. Biz indi elə bir zaman edik ki, bu günləri kimin nə bəlli olduğu illər sonra ortaya çıxır. Başa düşürsünüz və insanlar, orada 15-16 yaşında insanlar fikir bildirirsə bir sənətkar haqqında, mən ona yaraşdırmıram. Bəli, bəli. Gəlin mən verilişimin icazəvi sponsorlar haqqında məlumat verim. Biz də pulu sponsorlardan qazanırıq. Ona görə verilişimizin xüsusi sponsoru hər zaman öz tarz, zövqlü mebelləri ilə xalqımızın ixtiyarında olan Tarz Mebel evidir ki, Türkiyənin ən tanınmış brendləri olan Archikan, Masterlife, Vinetti, Cruizon markalarının brendlərini eksklüziv olaraq yalnız tarza gətirir. Burada sizin evinizə klassik, avantgard, modern, loft üslublu bütün qonaq, yataq, yumuşaq mebel dəstləri var. Əgər evi təmir olunubsa, Tarz Mebel evinin peşəkar komandası gəlir. 3D formatında bəyəndiyiniz mebelləri evinizə sizin yerləşdirir və siz onu görürsünüz. Parçası xoşunuza gəlmədiysə 20 gün ərzində yeni parça ilə Türkiyədən, qardaş ölkədən gətirilir və bütün bölgələrimizə çatdırılma da var. Həftə sonları, şənbə, bazar günləri isə xüsusi endirim kampanyamız var. Nizami rayonunun Babək prospekti 41A-da yerləşir. 055 481 0909-dur. Növbəti verişimizin sponsoru Amerika Oftalmoloqlar və Orta Keratologlar Akademiyasının yeganə oftalmoloq cərrahı, Miyopiya və Lazer Mərkəzinin rəhbəri Günay xanım Əliyevadır ki, ilk dəfə evlatlarımızda miyopiyanın qarşısını almaq üçün gecə linzaların tətbiqini etmişdi ki, onlar bu gecə linzalarını taxarıq, səhər məktəbə gedir və eynəksiz. İstənilən yaşda eynəkdən azad olmaq istəyirsinizsə, sizin üçün bütün növ linzalar, Amerika istehsalı olan ağıllı linzalar, orta keratoloji linzalar, bundan sonra skleral linzalar, yeni nəsil eksimer lazer və bir çox əməliyyatlar var. Misal üçün, mən özüm yaxın və uzağı çox pis görürdüm və hal-hazırda bu eynəklər elə belə eynəkdir. Bu dəqiqə Günay xanım əməliyyat eləməyini mən 100% görməyə nail olmuşam, şükür Allah. Ona görə də siz də bilin ki, hər yaşda eynəkdən azad olmaq olar. Buna görə də Günay xanım Əliyevə müraciət edin. Bundan əlavə brefaloplastik əməliyyatları, endoskopik qaşgərmə və badamgöz əməliyyatlarının icrasını həyata keçirilir. 050-850-8500-dur. Mən istəyirəm 35 illik təcrübəyə malik olan peşəkar nevroloqumuz Yeganə xanım Rəşidova haqqında danışım ki, bu günləri Helios klinikasının baş həkimidir Yeganə xanım. Əgər sizdə də baş gicəllənmə, panik atak, epilepsiya, yuxusuzluq, yaddaş pozğunluğu, üzdə olan üz və qollarda olan keyləşmə, yuxuda gəzmə, Parkinson xəstəliyi, insult, qıcıqlanmış bağırsaq sindromu, protruziya, beyin qanamaları və infarktları və nevrologiyaya aid bütün xəstəliklərin problemi varsa heç tərəddüd etmədən 055 və 070 operatorları ilə 332-52-46 nömrəsinə zəng vurmağınız yetərlidir. Biz reklamlara bağlanır, yoxsa mahnı veririk. Biz qısa bir araya bağlanaq, aradan sonra ilə ilkinin ifası ilə verilişinə davam edəcəyik. Miyopiya və Lazer Mərkəzi olaraq əsas vəzifəmiz evladlarımızın son illər müşahidə etdiyimiz mənfiliyin, progressivləşən mənfiliyin qarşısını almaqdır. Bunun üçün biz artıq 3 ildən çoxdur ki, ölkəmizdə gecə linzalarının tətbiqinə başlamışıq və çox böyük kütlə uşaqlarımızı eynəkdən azad etmişik. Və məqsədimiz nədir? Bu linzalar, gecə linzaları axşam yuxu zamanı 8 saat ərzində uşağın gözündə qalır. Səhər durduqda eynəkdən linza çıxarılır və evladımız tam eynəkdən azad olur. Amma əsas məqsəd eynəkdən azad olmaq deyil, əsas məqsəd mənfiliyin qarşısını almaqdır. Lakin mən deməliyəm ki, tək mənfiliyin qarşısını bu linzalardan almarıq, alırıq 80%. Valideyn də bizə kömək etməlidir. Uşağımızın telefonu olmamalıdır, idmana getməlidir, həyat tərzini dəyişməlidir və tez-tez uzağa baxmalıdır. Bu məqamlar vacibdir. Və burada müraciət etmək istəyirəm valideynlərə ki, əgər evladınız bütün günü telefondan WhatsApp üzərinə dərs oxuyursa, bu düzgün deyil, bu bir problemdir. Lakin bir çıxış yolu olaraq mən sizə təklif edirəm ki, WhatsApp-ı kompüterə keçirdib, yəni kompüterdən oxuma məsafəsi daha rahatdır bizim üçün, daha qəbul ediləndir. Nəinki telefon üzərindən oxumaq. Ona görə mütləq olaraq əziz valideynlər, evladınızın zəifliyi varsa 6 aydan bir kontrola gətirirsiniz və yüksək miyopiyanız varsa, zəifləmə sürətlə gedirsə, bilin ki, biz onu dayandıra bilirik Miyopiya və Lazer Mərkəzi olaraq. Rahatlıq tapmaq istəyənlər, Tarz Mebel evinin peşəkar komandası yolunuzu gözləyir.
Əgər qonaq otağınızda göz oxşayan gözəllik görmək istəyirsinizsə, yolunuzu məhz bizim məkandan sala bilərsiniz. Burada həmçinin bir-birindən fərqli yumşaq mebel dəstləri də seçmək mümkündür. Bir sözlə, Tarz Mebel evində münasib qiymətlərə mənzilinizi yenidən bəzəyə bürüyün. Hafta içi 5 gün efirde, o yine sizinle. Hem merak hem de heyecan var onun özünde. En farklı kanalımız NTV'de. Her şey farklı olacak tarihin bir gününde. Tarz Mebel evinin xüsusi sponsorluğu, Miopiya və Lazer Mərkəzinin rəhbəri, oftalmoloq Günay Əliyeva, nevroloq Yeganə Rəşidova, terapevt hepatoloq Həvva Bayramova, Aid Qrup Xaricdə Təhsil Mərkəzi, Ləzzət Kulinariya evinin sponsorluğu ilə tarixin bir günü reklamlardan sonra davam edəcək. Türkiyənin məşhur brendləri ilə əməkdaşlıq edən Tarz Mebel evi artıq sizin xidmətinizdədir. Tarz Mebel evi öndə olan brend məhsullarla zəngindir. Bu məkanda 2024-cü ilin sərgilərindən seçilmiş eksklüziv modellər evinizdə dəbli və fərqli görüntü yaradacaq. Mebel evində klassik, avangard, modern, loft üslublu hər cür qonaq, yataq, yumşaq mebel dəstləri var. Evinizin tərzini tarzla qurun. Ünvan Nizami rayonu, Babək prospekti 41A. Amerika Artokeratoloqlar və Oftalmoloqlar Akademiyasının üzvü, oftalmoloq cərrah Günay Əliyevanın rəhbərlik etdiyi Miopiya və Lazer Mərkəzində yaşından asılı olmayaraq hər kəsin göz zəifliyinin qarşısı alınır. Bütün növ göz xəstəlikləri müalicə edilir. Artokeratoloji gecə linzaları, skleral linzalar, yeni nəsil eksemer lazer və ya Amerika istehsalı olan ağıllı linzalar tətbiq edilir. Mərkəzdə blefaroplastika əməliyyatı, endoskopik qaş gərmə, badam göz əməliyyatları da icra olunur. Həkim nevroloq Yeganə Rəşidova bir çox nevroloji xəstəlikləri, baş gicəllənmə, panik atak, epilepsiya, yuxusuzluq, yaddaş pozğunluğu, üz sinirinin nevriti, tiklər, əsəbilik, gərginlik, protusiya, insult, qıcıqlanmış bağırsaq sindromu kimi nevroloji xəstəlikləri müayinə və müalicə edir. Həmçinin qulaqlarda uğultu, yuxuda gəzmə, Parkinson xəstəliyi, beyin qanamaları və infarktları, üzdə qollarda olan keyləşmə, qarışqa gəzmə hissiyatı olanlar da Yeganə Rəşidovaya müraciət edə bilərlər. Terapevt hepatoloq Həvva Bayramova bir çox hepatoloji xəstəlikləri, B, C, D hepatit viruslarını, toksika hepatitləri, autoimmun hepatitlər, qaraciyər yağlanması, qaraciyər sirrozu, öd daşı, öd kisəsi polipləri kimi xəstəlikləri müalicə və müayinə edir. Mədə-bağırsaq xəstəliklərindən olan qastrit, mədə və 12 barmaq bağırsaq xoraları, bağırsaq qurtları, pankreatitlər, kolit, qəbzlik, ishal və bu kimi xəstəliklərdən əziyyət çəkənlər Həvva Bayramovaya müraciət edə bilərlər. Əgər siz də hal-hazırda ekran qarşısındasınızsa, bir neçə ay sonra artıq xaricdə təhsil alıb işləmək istəyirsinizsə, hamının üst tutduğu ünvana üst tuta bilərsiniz. Biz sizi Aid qrupda gözləyirik. Partnyor universitetlərimiz siz artıq xaricə düşən andan etibarən sizin backgroundunuza uyğun və aldığınız təhsilə uyğun işə qəbul prosesləri də aparır. Yəni siz buradaykən sizin xaricdə təhsil almaq üçün heç bir xərciniz çıxmayacaqdır. Bizə təqdim edəcəyiniz sadəcə attestatınızdır. 21 ildən çoxdur ki, dadlı təamları ilə süfrələri bəzəyən Ləzzət Kulinariya evi müştərilərin məmnunluğu üçün daim yeniliklər edir. Ləzzətin hətta onlayn fəaliyyət göstərən məkanlarından istənilən məhsulu sifariş etmək mümkündür. Əlavə edək ki, hər bir təam yüksək keyfiyyətli məhsullardan hazırlanır. İstehsal tarixinə xüsusi diqqət yetirilir. Xarici ölkələrdə yaşayanlara da Ləzzət Kulinariya evindən müxtəlif növ şirniyyatlar göndərmək üçün sifarişlər qəbul edilir. Hafta içi 5 gün efirde, o yine sizinle. Hem merak hem de heyecan var onun özünde. En farklı kanalımız NTV'de. Her şey farklı olacak tarihin bir gününde.
Tarz Mebel evinin xüsusi sponsorluğu, Miopiya və Lazer Mərkəzinin rəhbəri, oftalmoloq Günay Əliyeva, nevroloq Yeganə Rəşidova, terapevt hepatoloq Həvva Bayramova, Aid Qrup Xaricdə Təhsil Mərkəzi, Ləzzət Kulinariya evinin sponsorluğu ilə tarixin bir günü davam edir. Ay aman ay aman ne yamansan, sene heyran olmuşam. Ay aman ay aman can alansan, sene kurban. Göy göl, göy göl, göy göl, göy göl, göy göl. Elimin güzel kızı, göy göl, göy göl. Könlümün vurgun gözü, göy göl, göy göl. Könlümün vurgun gözü. Ay aman ay aman ne yamansan, sene heyran olmuşam. Ay aman ay aman can alansan, sene kurban olmuşam. Kara göz ala göz göy göz güzelim Azerbaycan güzeli. Kara göz ala göz göy göz güzelim Azerbaycan güzeli. Göy göl, göy göl, göy göl, göy göl, göy göl. Ne güzeldir devranın, göy göl, göy göl. Olmasın koy hicranın, göy göl, göy göl. Olmasın koy hicranın. Ay aman ne yamansan, sene heyran olmuşam. Ay aman can alansan, sene kurban olmuşam. Kara göz ala göz göy göz güzelim Azerbaycan güzeli. Kara göz ala göz göy göz güzelim Azerbaycan güzeli. Ay aman ne yamansan, sene heyran olmuşam. Ay aman can alansan, sene kurban olmuşam. Kara göz ala göz göy göz güzelim Azerbaycan güzeli. Kara göz ala göz göy göz güzelim Azerbaycan güzeli. Sene heyran olmuşam, sene kurban olmuşam. Kara göz ala göz göy göz güzelim Azerbaycan güzeli. Kara göz ala göz göy göz güzelim Azerbaycan güzeli. Göy göl, göy göl, könlümün vurgun gözü. Teşekkür ederim Samira xanım. Teşekkür ederim. Necəsiz? Yaxşı olasınız. Doğrudan da mahnılar elə seçilib ki, hər ifaçının həm janr uyğunluğu var. İlhamə xanım düzdür, bu mahnı biraz tam başqa cür oxuyurdu, amma O İlhamə sizdə xanım. tam gözəl aldım. Çünki doğrudan da burada nə göstərici var ki, bugün gənclərin seviləcəyi mahnısıdır. Ola bilər İlhamə xanımın repertuarında yaşlı nəsil biraz çox sevir, amma siz bunu tam gənclərə də sevdirdiniz ki, orada yerlər var da, Məqsəd də bu idi ki, gələcək nəsillərə olduğu kimi bəstəkar İlhamə Fikrət xanımla Əmirov. həyatda rastlaşmısınız? Xeyr, təəssüflər. Nə əcəb. Belə oldu. Mən bir ara uzaq oldum səhnədən, o yüzdən. Təşəkkür edirəm bu ifaya Çox görə sağ olun. də. Necədir, bəyəndiniz? Çox qəşəng. Görürsünüz. Əslində mən düşünürəm ki, pis mahnı yoxdur, pis ifaçı var. Təqdim etmək var. Bu günləri Samira xanım bunu elə bir janrda təqdim elədi. Məsələn, bundan qabaq oxuyan müğənnilər ki, hər kəsin qəbul edəcəyi bir şeydir. Təşəkkür edirəm sizə, minnətdaram. Və Göygöl mahnısının sözləri Teymur Elçinindir və bəstəkar Fikrət Əmirovdur. Oradan da görün bizim necə bəstəkarlarımız olub ki, və Fikrət Əmirov da İlhamə xanım üçün silsilə mahnılar yazıb vaxtında və Fikrət Əmirov bildiyimə görə, səhv etmirəmsə, işi başqa idi, amma düzdür. Hansı bəstəkarımızda o bizim prokurorluq orqanlarında işləyib? Hə? Ələkbər Tağıyev, misal üçün, prokurorluq orqanlarında işləyib, amma görürsünüz necə gözəl musiqilər də yazıblar. Gülbahar xanım, deyir ki, ataların belə bir misalı var.
Bağda ərik var idi, salam melek var idi. Bağda ərik qutardı, salam melek qutardı. İlhamə Quliyeva elə bir sənətkarlardandır ki, o dünyasını dəyişsə də mahnıları dilbər əzbəridir. Hamı oxuyur onun mahnılarını, ən azından hansısa bir replikatorda deyir ki, yaşın nə fərqi var ki, yəni də misal üçün. Bu mahnılar o deməkdir ki, insan yaşayır. Biz qohumlarda necədir? Çünki İlhamə Quliyeva çox qohumcanlı deməyim o, amma İradə idi, siz idi, sonra Kamagilin maması idi. Yəni, mən kimləri hər dəfə görürdüm, Nicat, onda balaca idi, Nicat indi evlənib maşallah, uşaqları da var da. Allah saxlasın, Nicat balaca arıq, buruq, itidir, markizi get, Nicat, get markizi bağdan gətir. Yazıq olmasın, Nicat buradan dururdu, gelirdi bu zonaya, o pişiyi vururdu koltuğuna. İradə hardasınız, niyə gec? Yəni, indi qohumlar necədir? Bir yerə yığan var mı? Yığan var deyəndə, indi böyüklər biz idi. Bir yerdəyik, yaxşıyıq. Bizdə də hüzür düşdü, ona görə yəni iradə Bilirəm, hakimdir. gənc gəliniz dünyası dəyişdi. Amma sizin boynunuzda çox böyük yük oldu. Və mənim sizin bir açıqlamamızı dinlədim. Orada dediniz ki, mən heç vaxt İlhamənin var dövlətinə gözüm olmayıb. Biz heç bilmirdik ki, İlhamə dünyasını dəyişəcək. O heç vaxt ölməyi də istəmirdi, heç ölməyi arzusunu yaşamırdı da. Amma bu yük sizə düşdü. Ağır oldu mu sizin üçün o günlər, o vərisəlik, bölünmək, nə bilim nə? Mən Orxandan danışmıram, yox. Mən o yükün altına... hamının gözü sizdən, neyiniyəcək? Bu sizi, devlət sizi tanıdı da, başqa heç kimi tanımadı. Yəni, o yük deyirsiniz, o yükün altından mən hələ də çıxa bilmirəm. Niyə? Ona görə ki, deyənlər çoxdur. İlhamə xanım da adi bir insan idi da. Bəli. Yəni, hamımızın özümüzə görə evimiz də var, maşınımız da var, bağımız da var. Bəli. Bu İlhamənin evi, maşını, nəyisə, nə çox qutarmır. Bu söhbət hələ də qutarmır. Gülbahar xanım, bu söz mən həmişə maraqlandırıb. Gülbahar xanımı göstərim və mənə yox göstərə bilərsiniz ikisimizi bir yerdə imkan varsa. Gülbahar xanım, belə bir deyim var idi ki, İlhamə Quliyevanın evində balonlarla brilyantları qızılı. Hara getdi o balonlar? Vallahi biz görməmişik. Siz nə gördünüz? Siz mənə bir dənə pasport hədiyyə eləmişsiniz. İlhamə xanımın xarici pasportu, qırmızı Sovet pasportu. Verdim də, o pasportdan 4 dənə idi, birini də sizə verdim. Mən çox sağ ol. İlhamə Quliyeva doğrudan mı balonla qızılları var idi? Allaha and olsun mən görməmişəm. Görməmişsiniz? İlhamə xanımın bijuteriyaları, görürsünüz. Balonlarla idi? Sumkalardan idi. Aha. Bijuteriyaları. Amma inanmıram ki, ola bilməz ki, qızılları, brilyantları olmasın. Niyə yox idi? Bəli. Var idi. Amma biz gələndə bizə, biz görmədik. Görmədiniz. Və o düz söhbət demin ki, mən bunu burada niyə açıram? Mənim özümə də, mən demək ki, 2 pencərə verin. Olar bir dəfə mən dediyim burada olsun. Doğrudan mı İlhamə xanım evə gələndə cənazəsi evdə olanı, çünki mən heç vaxt sizinlə bu barədə danışmamışam. Siz gəldiniz, gördünüz ki, evində onun bahalı şubaları var idi, hətta reklama vermişdir, heç biri qalmayıb evdə. Mən bu efir, and içmə efiri Yox, and içməyin. Mənə deyin, qalmışdı ya yox? Biz gəlmişdik mebel salonuna. Evə gələndə... Yəni, evdə qablar da yox idi? Heç nə yox idi. O çəkiliş də var. Mən çəkilişlə onu... Yəni, hələ İlhamə xanımın cənazəsi evdə idi? Yox, yox. Morqa aparmışdılar? Cənazəsi yox. Morqa aparmışdılar? Cənazəsi olanda... Bilirsiniz, onda biz qonaq idik. Mən, bacım, qızı... Kim orada ağalıq edirdi? Orada Əli Mirəliyev idi, sonra Orxan idi, bir də Əli Mirəliyevin qızı. Yəni, bu üçünün əlində idi hər şey. Açar da onlarda idi, yəni otaqları da açıb bağlayırdı. Bugün İlhamə xanımın mirasından nəsə qalırmı? Məsələn, Tükəzban xanımın evindən Yox, o bilirsiniz, Tarıq bəy, mən tək varis deyirəm. Bilirəm, Bacılar var orada hamısı. Orada 5 varisdir, İlhamənin 5 dənə qanuni varisi var. Qaldı deyəndə... Və mən bugün ilk dəfə birezdən bir şey açıqlayacağım. Mən bu ailənin içində olmuşam və heç kim də mənə pretenziya, imit eləyə bilməyəcək. Çünki mən faktla danışacağım. Gülbahar xanımla bunu heç yerdə açıqlamamışıq. Orxanın, indi bilmirəm,
aşkar oldu, sağdır da Orxan, hə? Mən bilmirəm. Bilmirəm, amma mən bilirəm ki, Orxanın nə təklif olmuşdu İlhamə xanım öləndə, hansı evinə, bunu danışacaq Onu birinizdən. mən eləmişdim. Bəli, onu Gülbahar xanım təklif eləmişdi və Orxan onu istəməmişdi. Birinizdən danışacaq bu haqda, amma mən istəyirəm növbəti qonaqlarımızı dəvət edeyim. İkisi də, ilkini bilmirəm, amma Leyla mənə indi yaxınlaşdırdı ki, İlhamə xanım mənim bir vaxtlar bir televiziyada böyük bir qadağan var idi. O vaxtı dəbidir axı, hansısa televiziyanın müdürünün, hansısa müğənninin xoşuna gəlirdisə, o müğənninin xoşuna gəlməyən müğənnilər o kanala zapretdə idilər. Və mən bunu bilirəm və Sevdə Yəhyəyeva da illərlə o kanala qadağa siyasında idi. Amma sonra o kanal yerində qaldı, amma rəhbərlik getdi. İndi Sevdə istədiyi vaxt ora gedir, istədiyi vaxtı gəl, nə var ki, o müğənni, şimdi bu dəqiq dəftərində də adı yoxdur o qızın, o qoymurdu bəzilərini efirə gəlmir, bir dədəsinin evidir. Amma Leyla deyir, İlhamə Quliyeva mənim üçün çox böyük dəstək olub və mən istəyirəm, İlhamə Quliyevanın bu mahnı çox müzakirələrə səbəb oldu və xanım İsmail qızıya biz canım İsmail qızı deyirik. Doğrudan da çox peşəkar insandır, sənətlə döyünən. Onun İradə İbrahimova üçün yazdığı mahnı, istəyir Röya xanım üçün, istəyir bütün də müğənnilər üçün onun bir dəsti xətti var. Və bu mahnı doğrudan da çox sevildi, Ağla mahnısı və mən düşünürəm ki, biz Ağla mahnısını indi istəyirəm təqdim edim və məhz o yaradıcılıq gecəsi üçün oxunmuşdu. Bizim İlkin və Leylanın təqdimatında söz və bəstəkarı xanım İsmail qızıya aid olan Ağla. Buyurun. Ömür dediğimi işte bir gün görüşler, bir gün ayrılar. Dedim benim derdim var, bir gün görüşler, bir gün ayrılar. Nefsinde dönsün benim derdim. Ben seni seviyorum. Gece güneş doğmaz, sevinç gelebilir güzel. Bakmır sözüme, herden anlayırım özüm özüme. Reis elini vur sözüme.
Bilmirəm, elə mahnılar var ki, onlar doğrudan da mən düz sevirəm, vətənimi sevirəm, anamı, atamı, bacılarımı sevirəm. Atam dünyası dəyişsə də, amma Allah rəhmət eləsin. elə mahnıların sözləri var ki, onlar insanın sarı siminə toxuna bilir. Təşəkkür edirəm hər birimizə burada olan, ifa edən və ifa etməyən hələ ifaçı dostlarımıza. Doğrudan da İlhamə Quliyeva böyük sənətkar idi. Xəssiyyət insanda individual olur. Xəssiyyətlər cürəbəcür olur, insanlar cürəbəcür doğulur, insanlar qəddar olur, zalim olur. Amma insanlar olur ki, onların dilində heç vaxt əsəbi insandan qorxmaq lazım deyil. Onun əsəbi bir dəqiq. Qorxun o insanlar ki, ömrünün axırınacan ürəyində kin, nifrət bəsləyər, özünü ölməmiş kimi hesab edə bilər. O insanlardan həmişə qorxun. Və mən bayaqları niyə Gülbahar xanımı qucaqladım? Gülbahar xanım İlhamənin yadigarıdır bizə. Bilirəm, çox əziyyətlər çəkirsiniz. Heç istəməzdiniz bu yük sizin boynunuzda qalsın. Kaş ki deyirdiniz ölməzdi, kaş ki bu varis heç mənə çatmazdı ki, yuxlarınız aram oldu. Mən sizinlə danışıram, bəzən Gülbahar xanım ağlayır, deyir, rus dili deyir, məni dayıyla. Mən deyir, insan bir var nəsə çata, onun elə yaşlıdır ki, onun dünya malında gözü yoxdur, sakitçiliyi istəyirində. Amma o sakitçiliyi də ona çox görmürlər. Sağ olsun bizim bəzi jurnalist dostlarımız, çünki bu günlər əslində noyabrın 6-sı Azərbaycan televiziya və radio günüdür. Və düz 98 il öncə 1926-cı il ilk dəfə Azərbaycanda radioların səslərindən və Azərbaycanda Bakı küçələrində səs ucaldılandan danışır Bakı ifadəsi gəldi. Bu günləri biz qalib ölkənin vətəndaşlarıyıq. Başda ölkə başçımız olmaqla, onun silahdaşı, ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xanım Mehriban Əliyev olmaqla, ona güvənərək əlinə silah alıb 44 günlük vətən müharibəsində canından keçən müqəddəs yüksəkliyə ucalan şəhidlərimiz başda olmaqla, qazilərimiz, veteranlarımız və ən əsasdakı 90 yaşında bir ananın gedib öz pensiya aldığını Yaşat Fonduna keçirdən anamızdan tutmuş, gedib məktəbdə əskərə məktub yazaraq bir corabın arasında qoymuş balaca balamızacan biz çox xoşbəxtik. Çünki bizim dahilərimiz istər Məmməd Əmin Rəsulzadə bir kərə yüksələn bayraq bir daha enməz demişdir. Bəli, ola bilər ki, uğursuz bir siyasət nəticəsində biz qısa bir vaxtı müstəqilliyimizi itirdik. Amma ikinci dəfə Azərbaycana müstəqilliyi bəxş edən, müasir müstəqil Azərbaycanın banisi, yaradıcısı Ulu Öndərimiz də dedi ki, mən fəxr edirəm ki, mən Azərbaycanam. Bugün hər birimiz fəxr edirik ki, biz Azərbaycanlıyıq. Və mən çox istərdim ki, bizim televiziyalarımızdan yalnız igidlərimizin, dəyərli insanlarımızın, ziyalılarımızın, müğənnilərimizin də olsun. Niyə də ki, yox? Mənə deyərlər, müğənni çörəyi yiyirsə, müğənni bəyənmirsə, mən bəyənirəm. Amma biz televiziya olaraq insanlara yalnız gözəl şeyləri bəxş edək, gözəl şeylərdən ibrət olaq. Çünki biz müstəqil Azərbaycanın vətəndaşlarıyıq və hər birimiz öz
seçimimizdə azadıq. Ona görə bütün televiziya işçilərinin, radyo işçilərinin, televiziyanın arkasında olan operatorlardan tutmuş, rejide olan səs rejissor, redaktorlar, bütün əməkdaşların bayramımızı təbrik edirəm. Çalışaq bu televiziyanın, bu balaca bir televiziyanın pəncərəsindən evlərə yalnız pozitiv, gözəl şeylər ötürək, insanları bezdirməyək, onları pulla, hansısa bir şirinliklə kimisə ucaldıb sənətini, kimisə sənətini aşağılamayaq və sizə də təşəkkürümü bildirirəm. Leyla, bayaq dedin İlhami Quliyeva ilə sənin bir münasibətin necə oldu? Ümumiyyətlə, Allah rəhmət eləsin, dəyərli sənətkarımız. Mən çox sevdiyim bir sənətkarımız olub. Həmişə də mahnılarını sevərək dinləmişəm, sevərək ifa etmişəm. Mən İlhami xanımı ilk dəfə bizim tanışdığımız bir xəstəxanada yatırdı. Mən onun yanına getmişdim. Neftçilər xəstəxanasına yatırdılar. Orada mən onun yanına dəymişdim. İlk dəfə tanışdığımız orada olmuşdu. Şəxsən özüm getmişdim, istəmişdim tanış olmaq. Çox da gözəl qarşıladılar məni. Ondan sonra İlhami xanımla, yəni harda görürdü məni, çox tərifləyirdi. Bir dəfə də hətta bir toydaydı. Mən orada sadəcə bir-iki mahnı oxumağa gəlmişdim. İlhami xanıma söz verdilər. İlhami xanım o qədər məndən danışdı. Dedim deyəcəm. Çox, yəni... Bilirəm, ay xanım, bilirəm zəng var, nə baş verir? Ümumiyyətlə, mənə çox dəstəyi dəyib. Həmişə də deyirdi, çox istəyirəm. Mənim bir mahnım var idi, ona çox dinləyirdi. Mənə demişdilər ki, İlhami xanım o qədər o mahnını dinləyir səni, çox sevirdi. O da mənim anamın bəstələdiyi bir mahnı idi. Mənim anam onu İlhami xanım üçün bəstələmişdi ki, nə vaxtsa İlhami xanımı görərəm, o mahnını ona təqdim edərəm. Amma mən ifa etdim və o mahnını da nədənsə İlhami xanımın hər zaman maşınında o mahnı hər dəfə səslənirdi və mənə də o Space dedim. Adın çəkməyim, kanalımızı bilirlər, onsuz da fərqi yoxdur. Mənim də problemim olmuşdu o orada bir problem olmuşdu. İlhami xanım demişdi ki, mənim doğum günüm olacaq, mən istəyirəm Leyla orada oxusun, demək ki, oxuyacaq. Bax, elə mahnılar var ki, İlkin, o mahnıları oxumaq özü bir həm şərəfdir, həm də məsuliyyətdir. Və sən bir bəy olaraq, mən bilirəm ki, xanımlara hər zaman hörmətin olur və telefon xəttində elə bir xanımdır ki, biz onu, birinci onu dinləməliyik. Çünki, bax, oxuduğumuz mahnının sözləri və bəstəsi ona aiddir. Xanım İsmail qızıya bütün şou mədəniyyət əhli canım İsmail qızı deyir. Çünki o yazanda xətirə görə yazmır. O yazanda içdən yazır və ona görə bu yaxınlarda İdər Əliyev Sarayında keçirdiyi yaradıcılıq gecəsində də hətta sizin ifabınızda xanımı göstərirlər. Xanım orada bir gözəl bir bizə ürəkdən baxır ona və hal-hazırda telefon xəttindədir. Hər vaxtınız xeyir olsun xanım. Hər vaxtınız xeyir. Necəsiz? Çox sağ olun. Tarix, mən sizi salamlayıram. Nail Nayboğlu'nu salamlayıram. Gülbahar xanımı salamlayıram və o iki gözəl, istedadlı gəncimiz Leyla ilə İlkini salamlayıram. Və mən əvvəl onu demək istəyirəm ki, çox sağ olun. Təşəkkür eləyirəm ki, İlhami xanımı kim yad eləyirsə, elə bilirəm ki, məni yad eləyir. Çünki o qədər mənə əziz bir insanı idi ki, İlhami xanım, biz 30 ilə yaxın İlhami xanımla həm belə əməkdaşlıq eləmişik, həm də dostluq eləmişik. O qədər bizim xatirələrimiz var ki. Amma mən əsas nəyi demək istəyirəm? İlhami xanım o sənətkarlardan idi ki, bu dünyaya həm özü gözəl gəldi, həm sənəti gözəl gəldi, həm də şəxsiyyəti gözəl gəldi və o elə bir iz qoyub gedib ki, kim nə deyir desin, İlhami xanım öz sənəti ilə, səsi ilə bizim Azərbaycan musiqisinin, Azərbaycan ifaçılıq sənətinin sərvətidir. Ondan bir də olmayacaq. Mən bunu bir neçə dəfə müsahibələrimdə demişəm, çox müğənniləri yamsılaya bilərlər. İlhami xanımı parodiya eləyə bilərlər, amma onu yamsılamaq qeyri-mümkündür. Çünki İlhami xanımın səsi nadir səslərdən idi. İnsan kimi də o fərqli insan idi və onunla da seçilirdi. Və mən Nail Nayboğlu'na təşəkkür eləmək istəyirəm. İlhami xanım neçə illərdir ki, cismən bizim aramızda yoxdur. Amma o mənən həmişə bizi iləndir, öz sevənləri ilə idi, öz səsi ilə.
bugün bizim musiqi sənətimizi, ifaçılıq sənətimizi dəyərləndirən, zinətləndirən, sərvətləndirən o yaratdığı əsərləri ilə elə bir taxtac qurub ki, ürəklərdə İlhamə xanım heç vaxt unudulmayacaq. Xanım, sizə bir sualım var. İlhamə Quliyevanın yaradıcılığında neçə əsərləriniz, çünki sizin yazdığınız mahnılar sıra mahnıları deyil, onlara əsər demək olar. Neçə ifavızı, bəstəvizi səsləndirib? Mən belə deyim, musiqisi mənə aid, ola bilər musiqisi sözü də mənə aid, ola bilər musiqisi və yaxud da sözləri başqa bir şairə aid, musiqisi mənə aid olan bizim bir Unut Məni albomumuz var. Bu bir. Ondan sonra hələ neçə, bəlkə 20-yə yaxın bəstəsi mənə aid olan mahnıları ifa edib İlhamə xanım və sözləri mənə aid olan onlarla mahnılar ifa edib. Yəni, ən məhsuldar, belə deyim də, şair bəstəkaram ki, mən Allah sizi var eləsin. Bir gün çox şərəf duyaram sizi bu studiyada görmək və sizin ifa etdiyiniz mahnıları ilə gənclər ifa etsələr və bəlkə də var. Mənə çox şərəf olar bu studiyada sizi görmək. Çünki bu günləri bəstəkarlar deyəndə bugün hər yerindən duran bir mahnı yazırsa o bəstəkar deyil. Sizlər siz Faiq Sücətdinovdur və bir Gövhər Həsənzadədir gənc nəsildən, Aygün Səmədzadə, Vüqar müəllim bizim Camalzadə bu yaxınlarda da Heydər Əliyev Sarayında onun yaradıcılıq gecəsi olacaq və Cavanşir Quliyev və bir çoxları var ki, onlar doğrudan da Azərbaycan mədəniyyətinə çalışıblar. Trendə, toya, ona çalışmayıblar. Ona görə var olun və hər sizin yazdığınız bütün mahnılar müğənnilərin demək olar ki, vizit kartıdır xanım. Və mən çox sevinirəm ki, bugün İlhamə xanımın mahnıları, mühürlənmiş mahnıları dildən dilə düşür və bugün bu gənc ifaçılar yenidən ikinci həyat verirlər ona, var olsunlar. Təşəkkür edirəm. Siz də var olun, çox sağ olun qoşuldunuz bizə. Mən istədim ki, sizin səsinizi eşitdik. İlkin, İlhamə xanımla bir tanışlığın var idi mi? Şəxsən tanışdığımız yox idi. Hardasa bir rastlaşma? Xeyr. Təəssüf ki, o xoşbəxtlik mənə qismət olmayıb. Amma özümü xoşbəxt hiss edirəm ona görə ki, mənim sənət yolumda İlhamə xanımın, Allah qəni-qəni rəhmət eləsin, böyük sənətkarımız idi. Yəni, onun repertuarından, onun ifasından olan əsərlərdən mənim də artıq, belə deyək, bəlkə də ömrüm hara qədərdirsə, ömrümün axırına qədər mən ona ifa etmək xoşbəxtliyindən nail olacam. Nailə də təşəkkür edirəm, minnətdaram. Sizə təşəkkür edirəm gəldiyinizə ki, biz sizinlə birazdan görüşəcəyik. Çünki verilişin sonunda səninlə bitirəcəyim inşallah. İlkin hələ də bizimlə olacaq, amma Leylanı yola salırıq. 16 illik peşəkar fəaliyyəti olan və Türkiyədə öz sayəsində yenidən puxtələşən və bu günləri Medipark klinikasında fəaliyyət göstərən terapevt hepatolog Həvva xanım Bayramova hepatoloji xəstəliklərdən B, C, D, hepatit viruslarının toksiki hepatitləri, qaraciyər yağlanması, qaraciyər sirrozu, xolestit, öd daşı, öd kisələri polipləri, mədə bağırsaq xəstəliklərindən olan qastrit, mədə və 12 bağırsaq xoraları, bağırsaq qurtları, kolit, qəbzlik, ishal kimi bir çox xəstəliklərin müalicə və müayinəsini həyata keçirilir. Əgər sizin də belə probleminiz varsa, Həvva xanım Bayramovanın qəbuluna yazılmaq üçün 055 602 42 84 və 050 805 25 56 nömrəsinə müraciət edə bilərsiniz. Növbəti sponsorumuz bizim valideynlərin hər zaman düşündüyü xaricdə təhsildir. Aid Group 2016-cı ildə Amerika Birləşmiş Ştatlarının New York şəhərində Nigar Fərhad tərəfindən yaradılıb və hal-hazırda Bakımızda və dünyanın 12 ölkəsində filialları var. Amerika Birləşmiş Ştatları, Kanada, Özbəkistan, Orta Asiya və Avropanın bir çox ölkələrində Türkiyə, Dubay, Rusiyada fəaliyyət göstərir. Əgər sizin də evladınızın təkcə atstatla xarici ölkəyə təhsil almağını istəyirsə, gəlirsiniz, Aid Group'un peşəkar komandası hər ölkəyə aid sizə bir məlumatlar verir ki, evladınız hansı ölkədə daha da fəal ola bilər, puxtələşə bilər, oranın mühitinə öyrəşib də təhsilini bitirdikdən sonra Elm və Təhsil Nazirliyinin tanıdığı ali məktəbləri sizi yönəldəcək və uşağınız orada hətta işləmək hüququnu da ala biləcək ki, ailədə dərsinin pulunu vermək üçün kömək olsun. 070 830 02 10 nömrəsinə müraciət edə bilərsiniz.
Və bizim ləzzətli sponsorumuz 21 ildir Azərbaycan xalqına xidmət edən Ləzzət Kulinariyadır ki, Ləzzət Kulinariyanın evdə hazırladığı kimi şirniyyatları, ən özəl günümüz üçün hazırlanan tortlar, hətta catering şirkətimiz var ki, qonaqlarımız gələcək ya da bağınızda, hansısa bir bölgəmizdə bir 100 nəfərlik qonağımız var, amma sizin yemək pişirməyə vaxtınız yoxdur. Salatından tutmuş, şah plovundan tutmuş, dolmasından tutmuş hər bir ləzzətli yeməklər evdə pişirmiş kimidir. Rusiyada, Türkiyədə, qardaş ölkədə və Azərbaycandan təyyarə ilə birbaşa uçuş olan ölkələrə onlayn çatdırma var. Misal üçün, Rusiyada yaşayırsınız, qızımızın xınayaxtısıdır və ya Novruz bayramıdır, istəyir sonra şəkər bura, paxlava, İrəvan kətəsi, badam bura, yəni gedə biləcək şirniyyatlardan sifariş verirsiniz. Bakıda da bütün Bakımıza onlayn çatdırılma da var. Ləzzət hər zaman sizin ağzınızın dadını düşünərək ən ləzzətli kulinariyalardan birincilərdəndir. 051 684 84 04-dür. Nail, görürsən bu günləri deyir, hünər göstər, bir iz saxla bu dünyada. İz saxlamaq o demək deyir ki, var dövlət qoyub gedəsən. Bəzən var dövlət də insana baş ağrılığı verir. Misal üçün, Gülbahar xanım rahat yatıb durmaq istəyərdi, gündə bir jurnalist zəng vurmasın. Amma sən bəzi rejissorlardan fərqli olur, bir iz saxlaya bilirsən. Çünki bunlar, biz elə bir zamanda yaşayırıq ki, telekommunikasiya o qədər inkişaf edib ki, bunlar qalacaq YouTube-da və sən qocalanda, nəvələrin olanda deyəcəklər, mənim babam Tolik babanın verilişində idi. Nail, həzz alırsanmı bu işlərdən? Əlbəttə, baxıram, o qədər həzz alıram və doğrudan da özümü xoşbəxt hiss eləyirəm ki, məsələn, babayaq ilkindən Leyla oxuyur və sən ağlayırsan, Gülbahar xanım kədərləndi və özümü o qədər xoşbəxt hiss elədim ki, çünki layihə olaraq xanım İsmail qızının xatirə yaradıcılıq gecəsində ideya olaraq mən söylədim ki, gəl bu gəncləri birləşdirək. Əslində o mahnı bir başqa ifaçı oxumalı idi. Son olaraq dedi ki, yox, dəyişək, ilkindən Leyla oxusun və bugün baxıram və əgər Tolika toxunursa, deməli... Yox, yəni, çünki sən bunların hamısını tanıyırsan. Nə əcəb, o mahnını heç kim oxumadı. Sən nə bilirsən mənim nə çəkdiyimi. O mahnı mənim o qədər, mən səhv etmirəmsə sözlər Sona xanım Vəliyeva. Rasim Səfər oxuyub. Və o yox idi bizdə, gəlmədi bugün bura. Bugün gəlmədi, çünki vaxt baxımından. Çox xoş deyirəm o mahnını. Ona görə də gəl vaxtımıza az qalıb, mən görürəm. Biz imkan varsa növbəti qonağımızı çağıraq. Xanım ifaçımızdır bizim. İlahə xanım Murad oxuyacaq. Çiçək yağışı, bəstəkarı Emin Sabitoğlu, sözlər Vaqif Səmədoğlu. Sevirəm deyən dodaqlara, dənizə çıxan qayıqlara, günəşə baxan uşaqlara, bir yağış yağır gecə səhər, hər damlası bir çiçək, bir gül, bir arzu, bir səs, bir taley, bir bəxt gətirir. Hər damlası bir çiçək, bir gül, bir arzu, bir səs, bir taley, bir bəxt gətirir. Bəzən bir bəzən göz yaşı gətirir bu çiçək yağışı. Bəzən bir ümid, bəzən göz yaşı gətirir bu çiçək yağışı.
Bir yağış yağır gece seher, boyayır rengine dünyanı. Büyüyür sevinç, sönür keder. Bir yağış yağır gece seher, her damlası bir çiçek, bir gül, bir arzu, bir ses, bir tane, bir baht getirir. Her damlası bir çiçek, bir gül, bir arzu, bir ses, bir tane, bir baht getirir. Bazen bir ümit, bazen gözyaşı getirir. Bu çiçek yağışı, bazen bir ümit, bazen gözyaşı getirir. Bu çiçek yağışı. Teşekkür ederim size. Ne bileyim İlahi xanım, doğrudan da çok güzel. Murad oğlumuzun adıdır. Allah saxlasın və təşəkkür edirəm sizə bu gözəl ifaya görə. Sizə təşəkkür edirəm. Başda xanımımız, Nail bəy, hər birinizə təşəkkür edirəm. Mənim üçün bugün böyük şərəfdir. Mən də sizləri belə uzaqdan tanımasam ayıb olar desəm, tanıyıram, amma hər dəfə kəşf edirəm və doğrudan da çox sağ olun ki, belə Azərbaycan musiqisini, mədəniyyətli, incəsənətli belə bir səviyyədə təqdim edirsiniz. Təşəkkür edirəm. Minnətdaram sizə, çox sağ olun. Və vaxtımız az olduğuna görə, Nail, mən istəyirəm növbəti də qonağımızı dəvət edeyim və bilirsən ki, vaxt var idi, Azərstar yarışması var idi və Azərstar yarışmasında İlhamə xanım orada otururdu, Faiq Sücəddinov otururdu və bir çox sənətkarlar orada otururdular və oradan bu günləri Ayaz Qasımov, Elton Hüseynəliyev, Günel Məhərrəmova, Aysel oradan və bir çox müğənnilər. Arzum var idi. Arzum. O bir Elton Hüseynəliyev Respublikanın əməkdar artisti və bir çoxları və əminəm ki, bizim Anar Rəhimli də bax, məhz o yarışlara İlhamə Quliyeva öyüd nəsiyyəti görən və İlhamə xanımla ünsiyyəti olan gənclərdəndir. Oxuyacaq bilməzdim. Sözlər Oktay Şamil, bəstəkarı Elza xanım İbrahimova. Buyursun. Kalbimden uzaklara açıldı bir pencere. Ayrılıktan o yana dünya olur mu gören gözlerimin önünde. Eşkimiz perem perem, inandım ayrılığa, inandım ayrılığa. İnandım ayrılığa. Eşki mesele bu kadarmış, muhabbet gurbete gidermiş. Bilmezdim, bilmezdim, bilmezdim. Oh, sevgi mesele bu kadarmış, muhabbet gurbete gidermiş. Bilmezdim, bilmezdim, hiç bilmezdim.
içində mən də qocaldım yaman. Sensiz nəğmələrimdə yalan, hamısı yalan. Ayrılığın havası ağır olurmuş yaman. İnandım ayrılığa, inandım ayrılığa, inandım ayrılığa. Sevgi mesele bu kadarmış, mehabbet gurbete gidermiş. Bilmezdim, bilmezdim, bilmezdim. Oh, eşki mesele bu kadarmış, mehabbet gurbete gidermiş. Bilmezdim, bilmezdim, hiç bilmezdim. Sevgimiz hele bu kadarmış, mehabbet gurbete gidermiş. Bilmezdim, bilmezdim, bilmezdim. Sevgimiz hele bu kadarmış, mehabbet gurbete gidermiş. Bilmezdim, bilmezdim, bilmezdim. İfaya göre ama hakkına hiç kimin de girmeyək. Bu mahnını iki böyük sənətkarda ifa edib. Həm İlhamə xanım, həm də ki Flora xanım Kərimova da bu mahnını oxuyub və ikisinin də ifasında bu mahnı sevilib və sən də buna bir gənc yaşlarında gözəlliyi vermişsən. İlhamə xanımla necə tanışdığın oldu? Vay be, bir dəfə çıxdın İlhamə xanımın qarşısına. Biraz kısa danışaq. Əvvəlcə çox təşəkkür edirəm. Bu gözəl verilişi ərsəyə gətirdiyin üçün sizə təşəkkür edirəm və eyni zamanda Nail qardaşıma minnətdaram ki, bu gözəl layihəyə təşəbbüs göstərib, bu gözəl layihəni hazırlayıb. Mən əlbəttə ki, bizim dəyərli anamızı salamlayıram və İlhamə xanım Azərstar müsabiqəsində mənə böyük dəstək olub. Azərstar müsabiqəsində neçə min insanın içindən bizləri seçib, finala gətirib və məni də hər zaman Azərstar müsabiqəsi gedişatında dəstəkləyib, öz dəstəyini mənə göstərir. Mənim vəfa borcumdur ki, bugün onun xatirə gecəsində iştirak edeyim və Nail qardaşıma bir daha təşəkkür edirəm. Eyni zamanda sizə təşəkkür edirəm. Var olanlar, minnətdaram, çox sağ ol və inşallah gələn səfər verilişini başqa ifalarını dəvət edəcəksən. Bugün həm də anarın gözəl günüdür, çünki ad günüdür. Anarın bugün ad günüdür, təbrik edirəm səni. Allah Teala ürəyində nə qədər arzular varsa, hər birisini çin eləsin inşallah və bu sənət yolunda o gördüyün bəstəkarların xeyir duasını daha da ucalara çıxasan. Bugünkü gözəl gün mənim üçün ən böyük hədiyyədir. Ad günümə təşəkkür edirəm. Var ol, minnətdaram və Gülbahar xanım, çox sağ olun. Mən sizə təşəkkür edirəm gəldiyinizə görə. Mən bayaq bir sözü danışacaqdım və bunu istədim qısa da olsa bildirim, deyim. İlhamə xanım dünyasını dəyişəndən sonra ilk Gülbahar xanım Orxanı düşündü və qanuni onda icazə olandan sonra o Orxana təklif edirdi ki, bir ev var, onu sənə verir, amma Orxan, səhv demirəm ki, Gülbahar xanım. Düz deyirsiniz. Və Orxan sizə dedi ki, mən hər şeyi istəyirəm. Və ondan sonra nə qərar aldılar? Orxan verdi məhkəməyə, biz də məhkəmələri gəzdik. Yəni bunu hər dəfə deyib, amma mən də bilirəm ki, ilk dəfə Gülbahar xanım məhz Orxanı yığdı ki, Orxan, mən sənə gəl evi verim. Tükəzban xanımın evi özü ucuzda evdə deyil idi. Çox bahalı, evi də maşını da, amma Orxan dedi ki, mən hər şeyi istəyirəm. Yox, mən təkəm dedi, mən təkəm. Mən təkəm. Allah sizə can sağlığı versin. Çox sağ olun, təşəkkür edirəm. Allah sizə ömür versin. Çox sağ olun ki, gəldiniz. Nail, sənə də minnətdarlığımı bildirirəm gəldiyinizə görə. Bu işi, layihəni ərsəyə gətirdiyinə görə və buradan bütün müğənnilərə deyirəm ki, biləsiniz ki, elə sənətkarlar var ki, onlar ifaları ilə əvəz oluna bilmirlər, xasiyyətləri ilə. Bu
camiyada öz yerləri ilə. Bilirsiniz ki, şahmatda da bir oyun var ki, şah, dama və top atanlar ikinci cərgəyə dayanır. Öndə hər zaman peşkalar olur, onlara peşixod deyirlər. Ona görə də İlhamə Quliyeva bax o damalardan idi ki, öz yerini heç kimə verməyib və indiyəcən də onun yeri ilə orada da qalır. Allah İlhamə Quliyevaya rəhmət eləsin. Və sonunda istəyirəm, dostumuz İlkin bəy Dövlətovun ifasında sözləri və bəstəkarı xanım İsmail qızı olan Unut Məni deyəcək. Sabah inşallah görüşmək ümidiyle çalışaq ki, öləndən sonra arxamızcan gözəl işlərimiz qalsın və İlhamə xanım ruhu şaddır. Çünki onun mahnılarını bugün gənclər sevə-sevə dinləyirlər. Buyursun. Ne yaxşı ki sen de varsan bu dünyamda. Kimi sevip axı kimden ayrılardım. Bu dünyadan gitmek istediğim anda. Bu hayatta kime göre yaşayardım. Ne yaxşı ki sen de varsan bu dünyamda. Kimi sevip axı kimden ayrılardım. Bu dünyadan gitmek istediğim anda. Bu hayatta kime göre yaşayardım. Bu hayatta kime göre yaşayardım. Unut məni, unut məni, laf yadından çıxart belə. Ürəyimdə ürəyin döyünür hə. Unut məni, taleyimə kölgə salıb. Xəbərin yoxdur ürəyin məndə qalıb. Unut məni, laf yadından çıxart belə. Ürəyimdə ürəyin döyünür hə. Unut məni, onsuz da ömür qısalıb. Xəbərin yoxdur ürəyin məndə qalıb. Yollarımız ayrı ayrı cığır açır. Kimimiz geç, kimimiz tez gidecek. Ruhumuzsa birbirine doğru kaçır. Ölsek de o dünyada görüşecek. Yollarımız ayrı ayrı cığır açır. Kimimiz geç, kimimiz tez gidecek. Ruhumuzsa birbirine doğru kaçır. Ölsek de o dünyada görüşeceğiz. Ölsek de o dünyada görüşeceğiz. Unut məni, laf yadından çıxart belə. Ürəyimdə ürəyin döyünür hə. Unut məni, taleyimə kölgə salıb. Xəbərin yoxdur ürəyin məndə qalıb. Unut məni, laf yadından çıxart belə. Ürəyimdə ürəyin döyünür hə. Unut məni, onsuz da ömür qısalıb. Xəbərin yoxdur ürəyin məndə qalıb. Unut məni, dəlicəsinə sevəni. Unut məni. Unut məni. Unut məni.
Həftə içi 5 gün efirdə, o yenə sizinlə. Həm maraq, həm də həyəcan var onun özündə. Ən fərqli kanalımız NTV-də. Hər şey fərqli olacaq tarixin bir günündə. Tarz Mebel evinin xüsusi sponsorluğu, Miopiya və Lazer Mərkəzinin rəhbəri, oftalmoloq Günay Əliyeva, nevroloq Yeganə Rəşidova, terapevt hepatoloq Həvva Bayramova, Aid Qrup Xaricdə Təhsil Mərkəzi, Ləzzət Kulinariya evinin sponsorluğu ilə tarixin bir günü bitdi.